Bugün inşallah Mülk suresinin 17. ayəsindən etibarən təcvid təhlillərini verməyə çalışacağım. Bismillahirrahmanirrahim. Əm əmintum. Əm əmintum. Bu kəlmədə demək mim hərfi izhar oxunur. Əm mim hərfi eşidilməlidir. İzhar oxunmalıdır və mim hərfini tələffüz edərkən ağız bağlanır. Yəni mim hərfi şəfəvi hərfdir. Yəni dodaq hərfidir. Ağız bağlanaraq mim səsini izhar edirik. Əm, əmintum. Əmintum kəlməsində nunun təyə yetişməsini görürük. Tə hərfi ixva hərfi olduğuna görə nun hərfi tənin məxrəcində gizlədilir. Təxminən 2 saniyə müddətində əmintum. Burada tə hərfindən sonra, yəni tu'dan sonra mim gəlir. Bir mim hərfi dəyir növbəti mim hərfinə. Bu olacaq idğam mə'al gunnə. Eyni cinsli hərf olacaq və burun daxilində sıxılacaq. Əm əmintum məndən sonra nun hərfi fəyə yetişir, ixva olacaq. Nun hərfinin 1/3 hissəsi fənin məxrəcində gizlədiləcək. Fənin məxrəci isə hardadır? Yuxarı üst dişlə alt dodağın arasında olacaq. Və belə demək ki, deyəcəyik. Mən fissəməi. Demək, fissəməidə məddin növünü təyin edək. Demək, mədlə həmzə eyni kəlmədədir. Əs-səməi. Demək, bu bizdə isimdir. Ən yursilə isə burada ən ədatdır. Feillə bir yerdə işlədilib və bu nə olacaq? Feilin arzu formasıdır. Ona görə də ən ədatı, demək mədlə ən ədatında burada olan həmzə məddən ayrıdır. Beləliklə, məddin müttəsil növünə aid olacaq. 4 hərəkə miqdarında nenəcəyik? Uzadacaq. Fissəməi. Ən yursilə. Nun hərfi yəyə yetişir. İdğam mə'al gunnədir. Yəni nun hərfi yənin məxrəcinə çevrilir və buna naqis idğam deyirlər. Yəni bunu çox sıxmayacağıq. Yəni naqislik əlaməti var. Ən yursilə şəklində necə deyəcəyik? Ra hərfi burada qalın oxunacaq. Hökmü qalındır təcvid qaydalarına görə. Çünki sükunlu nundan qabaq nə gəlir? Zəmmə gəlir. Ona görə ra hərfi qalın oxunacaq. Ra hərfinin məxrəci üst dişin altında olan ətə dəyəcək dilimiz. Ən yursilə. Si. Burada incə samitlər qrupuna aiddir sin hərfi. Lə də incə samitlər qrupuna aiddir. Ona görə bu hərfləri incə şəkildə deməliyik. Ən yursilə aleykum. Ayn hərfi boğazın ortasından çıxarılır. Ləm hərfi incə samitlər qrupuna aiddir. Yə hərfini izhar edirik. Aleykum. Mim hərfi izhar oxunacaq. Ağız yumulacaq və şəfəvi hərfdir, dodaq hərfidir. Həsibə. Hə hərfi boğazın ortasından çıxarılır və 2 səs qədər qaldırılacaq. Çünki hədən sonra təbi mədli hərf gəlir. Həsibə. Sad hərfindən sonra gələn ılaşacaq. Çünki niyə görə? Ümumiyyətlə təcvid elmində hərfi yoxdur. Amma hərfin məxrəci məcbur edir ki,
İ'ni ılaşdıraq. Çünki qalın hərfdir. Saddı, daddı, ta, va hərflərindən sonra gələk i ılaşacaq. Həsibə. Burada vəqf edərkən tənvin atılır və iki səs miqdarında nə edirik? Bunu uzadacağıq. Həsibə. Sonra gəlir fəsətə'ləmunə. Fəsətə'ləmunə. Fəsətə'ləmunə də fə incə samit, sə incə samit, tə incə samit, ayn boğaz hərfidir və üstündə ani müddətdə tormuzlanma verməliyik. Fəsətə'ləmunə, lə incə samitlər qrupuna aiddir. Mu, bu da incə samitdir, iki səs qədər uzadılır. Keyfə, yə hərfi izhar olur. Fə hərfinin məxrəci demək yuxarı üst dişlə alt dodaq arasında olacaq. Nəzir. Burada vəqf edirik. Ayənin sonunda nun hərfi incə samitlər qrupuna aiddir. Zə hərfindən sonra gələn kəsrə, yəni bu mədd ariz olacaq. Çünki ayə sona yetir. Ra hərfi burada sükunlaşacaq. Çünki vəqfə gedir. Burada vəqf olunacaq, ayə qutarır və ra'nın hökmü incə olacaq. Çünki niyə görə? Sükunlu ra'dan qabaq yə, yədən də qabaq kəsrə gəldiyinə görə ra incə oxunacaq. Nəzir şəklində oxuyacağıq. Sonra gəlir bizdə necə 18-ci ayə və ləqad kəzzəbəlləzinə. Burada vəf hərfi dodaqlar qönçələnir, şəklində deyirik. Və ləqad, lə incə samitlər qrupuna aiddir. Qaf hərfi qalın oxunur. Dəl hərfi sükunlu olduğuna görə qəlqələ oxunacaq. Yəni bu xüsusi bir vurğu şəklində oxunur və i'yə meyillidir. Və ləqad kəzzəbəlləzinə. Kəzzəbəlləzinə də kəf hərfi incə samitlər qrupuna aiddir. Zə də pərtəkdir. Bəlləzinə. Ləzinə də uzunluq var. Min qablihim. Burada nun hərfi qafa yetişir. İxva-i kubra olur. Təxminən 3 saniyə müddətində. Demək, nə edirik? Nunu qafın məxrəcində gizlədirik. Bə hərfi qəlqələdir. Min qablihim. Mim hərfi izhar olacaq. Burada ixvanı etdik. Bə hərfində qütbicət hərfidir. Min qablihim. Mim izhar oxunacaq. Fəkeyfə. Kənə nəkir. Nəkirdə burada mədd ariz olacaq. Nəkir 4 hərəkət miqdarında uzadılacaq. Ra hərfi də incə oxunacaq. Əvələm yərau. Vəf hərfi xüsusi fikir verməkdir. Əvva yox. Əvələm. Mim hərfi izhar olur. Açıq oxunur, baxmayaraq ki, mimdən sonra yə gəlir. Burada idğam olmayacaq. Burada mim açıq oxunacaq. Əvələm yərau. Ra hərfi qalın olduğuna görə diftong yərau şəklində oxunacaq, qalın oxunacaq. İlə tayri. Ta hərfi qalındır. Yə hərfinin üstündə 2 saniyə müddətində qalırıq. Hərfi izhar edirik. Ra'dan sonra gördüyünüz kimi kəsrə gəlir. Demək, bu oxunacaq tərqiq, yəni incə oxunacaq. Fəvqahum. Fəo burada incə oxunacaq. Fəvqahum. Qaf hərfi də qalın hərfdir, istilah hərfdir. Hum. Mim hərfi burada izhar olacaq.
Saffətin. Saffətində burada məddin növünü biz indi təyin edək. Saffətində burada mədlə fə hərfi burada saffətində burada bir dənə demək nə vardı? Bizdə burada sükun var. Çünki təşdidli hərfin biri sükundur. Bax burada biri də fəthədir. Demək bu olacaq bizdə məddi lazım. Necə vələzzalində olduğu kimi saffətində də bu elə olacaq. Demək olacaq məddi lazım. Və məddi lazımın miqdarı da burada göstərilib 4 hərəkət miqdarında olacaq. Saffətin. Tində buradan demək tənvində olan nun səsi vəvə dəyir və idğam mə'al gunnə olur. Nun hərfi vəvə çevrilir. Saffətin və tinvə yaqubidin yaqubidin. Burada qaf hərfi qütbizət hərflər qrupuna aiddir. Sükunludur. U'ya meyillidir. Və yaqubidində isə dad hərfini demək dil iki dişin arasına girərək məxrəcini izhar edirik və nun hərfinin də üstündə kəsrəni atırıq. Və yaqubidin şəklində deyəcəyik. Mə iki səs qədər qaldırılır. Yumsikuhunnə mim hərfini izhar edirik. Ağız yumulur. Şəfəvi hərfdir. Dodaq hərfidir. Sikuhunnə. Bütün burada hərflər incə samitlər qrupuna aiddir. Nunu bırında sıxırıq. Mə'al gunnədir. Yumsikuhunnə. Gördüyünüz kimi mim hərfini izhar etməliyik. Nun hərfini mə'al gunnə deyirik. Yumsikuhunnə illər-rahman şəklində oxuyacağıq. İllər-rahməndə lə təşdidli, yəni iki dənə ləm hərfi var. İllər-rahman. Burada ra hərfi qalın oxunacaq. Hə hərfində ani müddətdə tormuzlanma. İllər-rahman. Ayə sona yetdiyinə görə burada rahməndəki mə kəlməsini 4 hərəkət miqdarında uzada bilərik. Nun hərfini də izhar edirik. Və bunları yaddan çıxartmaq olmaz vəqf qaydalarında. İllər-rahman. Nun hərfini izhar edirik. İnnəhu. Burada hu işba oxunacaq. Dolu. İnnə. Mə'al gunnədir. Burunda sıxılacaq. İnnəhu bikulli şeyin basir. Şeyin basir. Burada şeyində nun səsi dəyir bəyə və burada nə olacaq? İqlab olacaq. Nun hərfi bəyə yetişdikdə mim hərfinə çevrilir. Bir də oxuyuram. Şeyin basir. Basirdə sad hərfindən sonra gələn i'laşır. Basir. Ra hərfi incə oxunacaq. Əmmən mim idğam mə'al gunnə. Burunda sıxacağıq. Görürüz kimi yazılıb mə'al gunnə. Nun hərfini izhar edirik. Əmmən həzəlləzi. Hə iki səs qədər uzadılır. Zəlləzi. Ləzidə uzunluq var. 2 səs qədər. Pəltə oxunacaq. Huvə. Burada hu və burada və hərfini nə edirik? Dodaqlar qönçələnir və ə deyirik. Huvə. Cundun ləkum.
Cundullakum. Cundullakum da burada gördüğünüz kimi demek ki nun hərfi dələ yetişir. İxva olacaq. Burada da göstərilib ixva. Cundun dəl hərfinin məxrəcində gizlədirik nunu. Dunləkumda burada cundunləkumda idğam məal biləğunnədir. Yəni nun səsi burada tənvindəki olan nun səsi ləmə yetişir və ağız boşluğunda bu nə olacaq? Deyiləcək. Cundulləkum mim hərfi izhar olur. Yansuru yansuru burada nun hərfi soda yetişir, sod hərfinə yetişir və ixva olacaq. İxva. Yansuru ra hərfi qalın oxunacaq. Kum mimə yetişir. İdam mə'al-gunnə burunda sıxılacaq. Nun hərfi dələ yetişir və ixva olur. Nun hərfini dənin məxrəcində, dəl hərfinin məxrəcində gizlədəcəyik. Min dunir rahman. Min dunir rahman. Min dunir rahman da burada du iki səs qədər uzadılır. Nir rahmani də burada idğam-ı şəmsiyə var. Yəni sükunlu ləm hərfi dəydi ra hərfinə yetişdi və idğam oldu. Ona görə üstündən sükun götürüldü. Sonra inil kafiruna inil ləm hərfini incə deyirik. İnil kafiruna kafiruna da ra qalın oxunacaq. İki səs qədər uzadılacaq. İllə iki səs qədər uzadılacaq. Fi iki səs qədər uzadılacaq. Gurur. Gurur. Burada ğa hərfi boğazın yuxarısından çıxarılır. Ru dedikdə bu mədd ariz olacaq. 4 hərəkə miqdarında uzadılacaq. Və ra hərfi qalın oxunacaq. Baxmayaraq ki, sonunda tənvir var, kəsrin tənvir atılır və bura bir sükun gəlir. Ra hərfinin hökmlərində təcvid qaydasında buyurur ki, sükunlu radan qabaq əgər u gələrsə, uzunluq gələrsə u, o vaxtda ra hərfi nə olacaq? Qalın oxunacaq. Fi gurur, fi gurur şəklində oxunacaq. Əmmən mim hərfi burunda sıxılacaq 2 saniyə müddətində. Əmmən nunu izhar edirik. Nunu izhar edirik. Həzəlləzi hə iki səs zəlləzi bu zədə burada həzədəki zə pəltəkdir. Həzəlləzi ləzidə 2 səs qədər uzadırıq. Burada da pərtəzədir. Yarzuqukum. Yarzuqukum. Ra hərfi qalın oxunacaq. Çünki sükunlu radan qaba ə gəlir. Yarzuqukum. Zu burada incə samitə qrupuna aiddir. Qu qalın hərflər qrupuna aiddir. Kum burada mim hərfini izhar edirik. İn izhar. İn əmsəkə mim hərfi də izhar, səkə incə samitlər qrupuna aiddir. İn əmsəkə rizqah. Rizqah. Rizqahda nə baş verir? Ra hərfindən sonra i gəlir. İncə oxunur, tərqiq. Sonra zeyn hərfinin üstündə bu cürə qalıq. Rizqah. Rizqah şəklində deyib dayanırıq. Bəlləcu fi gutuvin və nufur. Fi gutuvin və nufur. Bəlləcu da bir dənə ləm burada, biri burada. İdğam demək nə olur? Misleyindir. İki hərfin bir-birinə yetişməsidir. İdğam olur
Belleccu. Cu da burada şəddəlidir. Cim hərfi uzadacaq iki səs qədər. Belleccu fi iki səs. Utuvin, utuvin. Burada utuvində vav, iki dənə vav var. Yəni bunu idğam, demək bunu iki dənə burunda demək səsləndirəcəyik və buradakı utuvinin bu aşağısında olan tənvindəki nun səsi vəvə yetişir və burada da idğam olacaq. İdğam mə'al gunnə. Fi utuvin və nufur şəklində deyəcəyik. Nufurda burada fu məddi ariz olacaq. 4 hərəkət miqdarında uzadılacaq. Və ra hərfi Əfəmən yəmşi mukibben. Əfəmən yəmşi mukibben. Əfəməndə fə məndə burada fə incə samitlər qrupuna aiddir. Mim hərfi incə samitlər qrupuna aiddir. Nun yəyə yetişdikdə idğam olacaq nə? Mə'al gunnə. Nun hərfi yəyə çevrilir. Əfəmən yəm. Burada mim hərfi izhar olur. Şi iki səs qədər qaldırılır. Mukibben. Mukibben. Burada izhar yazılıb mukibben üstündə görək. Nun hərfi burada nəyə yetişir? Mukibben bəli aləyə yetişir. Deməli beləliklə ayn hərfi ix hərfi olmadığına görə və nun burada açıq oxunacaq. Mukibben alə ayn hərfi boğazın ortasından çıxarılır. Lə iki səs qədər qaldırılır. Çünki təbi mədli hərf var. Vəf hərfi. Vəcihihi. Vəcihihi. Burada vəc qəlqələ hərfidir. Vəc qəlqələ hərfdir. İyə azacıq meyillidir. Hihidə isə nə var? Burada böyük məd var. Böyük məddə ayrı eləyək. Demək, burada məd həmzədən, yəni əhdədən ayrı işlənir. Çünki əhdə feildir, vəcihi isə isimdir. Demək, məddin əhdəyə, yəni məd əhdə ilə bir yerdə işləməyib, ayrı-ayrı kəlmələrdə işlənib. Ona görə bu olacaq məddi münfəsil. Və 3 hərəkət miqdarında bunu neyəcəyik? Uzadacağıq. Əhdə, hə hərfi boğazın aşağısından çıxarırıq. Amma bəzi vaxtı Quran oxuyanlar bunu boğaza salırlar. Bu da təcvid qaydalarına tamamilə ziddir. Boğazın aşağısından çıxarırıq. Əhdə. Burada məddin növünü təyin edək. Əhdə məd burada gördüyünüz kimi feildədir. Böyük məd. Məd. Əmməndən ayrı işlənib. Əmmən kəlməsindən ayrı işlənib. Ona görə də bu olacaq məddi münfəsil. 3 hərəkət miqdarında uzadacağıq. Əmmən yəmşi. Əmmən yəmşi. Əmmən yəmşidə idğam mə'al gunnə burunda sıxılır. Nun hərfi yəyə çevrilir. Demək, burada nun yəyə çevrilir. İdğam mə'al gunnə olacaq. Əmmən yəmşi. Mim hərfi izhar olur. Şi iki səs qədər uzadılır. Səviyyəndə burada yə hərfi şəddəlidir, təşdidli hərfdir. Əni izhar oxuyacağıq. Çünki alə, ayn hərfi gəlir nundan sonra, nun səsindən sonra. Ona görə bu izhar olacaq. Alə, ayn hərfi boğazın ortasından çıxarılır. Lə, iki səs qədər uzadılır. Çünki təbi mədli hərf var. Burada yə, sıratın müstəqim. Sıratında isə burada sad hərfi qalın hərfdir. Özündən sonra gələn
özündən sonra gələn i səsi ılaşır. Sıratın, sıratın müstəqim. Buradakı ta hərfindəki olan in, burada nun səsi mimə yetişir. İdğam mə'al gunnə olur. Yəni nun hərfi mimə neyir? Çevrilir və burunda sıxılacaq. Bir də oxuyuram. Sıratın müstəqim. Müstəqimdə isə sin hərfində ani tormuzlanma verilir. Tə, incə samit. Qim deyirik. Qimdə burada isə mədd ariz olur. Ayə sona yetir və mimin üstündə bir sükun peyda olur. Bu hərfində məxrəcini izhar edirik. Müstəqim şəklində oxuyacağıq. Qul huvəl-ləzi. Qul ləm hərfini məxrəcini incəliyirik. İncə şəkildə deyirik. Qul yox. Qul huvəl-ləzi. Burada huvəl-ləzidə məd var. Böyük bir məd var. Görəm hansı məddə aiddir. Demək biz huvəl-ləzidən sonra gələn kəlməyə baxmalıyıq. Nədir gələn kəlmə? Bəli, həmzədir. Demək, huvəl-ləzidə bu əlləzi nisbi əvəzlikdir. Ənşəə feildir. Demək, məd feilə aidliyi yoxdur. Yəni ona görə də bu əlləzi ayrı. Yəni əlləziyə aiddir bu məd. Yəni ənşəəkumla həmzə ilə bir yerdə işlədilməyib. Bu olacaq bizdə mədd-i münfəsil. Sonra ənşəəkumda nun hərfi şin hərfinə yetişir, ixva olur. Ənşəəkum mim hərfi izhar olur. Və cealə cim hərfini bir yumuşaq deyirik. Qayn hərfi boğazın ortasından çıxarılır. Ləm hərfi incə samitə qrupuna aiddir. Cealə ləkumus səm'a. Ləkumus səm'a. Ləkumus səm'ədə lə incə samit, ku incə samit, mu incə samit, səm'u mim hərfini izhar edirik. Səm'a üzr istəyirəm, səm'uya səm'a. Ayn hərfi boğazın ortasından çıxarılır. Vəl əbsara vəl əf'idə. Vəl əbsara da burada demək vəl ləmi saxlayırıq. Ləmi saxlayırıq burada. Vəl əbsara bə hərfi üstündə sükun gəldiyinə görə qəlqələ hərfi olacaq. Kiçik qəlqələ olacaq. Vəl əbsara sad hərfi qalın oxunacaq. 2 səs qədər qaldırılacaq. Ra hərfi qalın oxunacaq. Vəl əf'idə. Vəl əf'idə. Vəl əf'idəhdə yenə də ləmin sükununu saxlayırıq. Vəl əf'idə. Əf dedikdə demək fə hərfinin məxrəci yuxarı üstüşlə aşağı demək dodaq arasında olacaq. Hava axını bir qədər yüksək surətdə çıxmalıdır. Hava axını güclü çıxmalıdır. Vəl əf'idə. İdəhdə isə burada təmərbutəni vəqf edilir və hə hərfinə çevrilir. Vəl əf'idə. Qalilən mə təşkurun. Qalilən mə təşkurun. Qalilən də demək ləmin üstündə olan ən səsi mimə dəyir. Qalilən mə 2 səs qədər uzaddır. Təşkurun. Təşkurun. Burada ru mədd-i ariz oxunacaq 4 hərəkət miqdarında. Nunun üstündə nə olacaq? Sükun peyda olacaq və izhar olacaq. Sonra gəlir bizə qul. Ləm hərfi incə oxunur. Qaf hərfi qalın. Qul. Huvəlləzi. Huvəlləzi. Burada zi 2 səs qədər uzanır. Zərəəkum. Zə incə samit. Ra qalın oxunacaq. Zərəəkum.
Burada ra'nın qalınlığını heç bir hərfə vermək olmaz. Bəzi vaxtda Quran oxuyanlar bunu zəra'akum şəklində oxuyurlar. Bu da tamamilə səhvdir. Zəra'akum. Hər bir hərfin məxrəcini olduğu kimi deməliyik. Kum da burada mim izhar olur. Fil ərdi. Fil yumuşaq oxunur ləm. Ərdi ra qalın oxunur. Çünki sükunlu ra'dan qabaq gəlir. Fil ərdi. Dad hərfindən sonra i'laşır. Və iləyhi. Və iləyhi. Və dodaqlar qönçələnir. Deyirik. Və iləyhi. Yə hərfini izhar edirik. Hi burada incə oxunacaq. Və iləyhi tuhşərun. Tuhşərun. Tuhşərunda hə hərfin üstündə ani müddətdə tormuzlanma. Hərfin məxrəcini boğazın ortasından çıxarırıq. Tuhşərun. Ru dedikdə burada sonra ayənin sona çatmasına görə, sona çatdığına görə mədd ariz olacaq. 4 tərəkə miqdarında uzadılacaq və nunun üstündən fəthə atılaraq sükunlu nuna çevriləcək. Tuhşərun. Tuhşərun. Və yəqulunə. Və yəqulunə. Və yəqulunə də vəf hərfin dediyimiz kimi dodaq qönçələnir. Və şəklində deyirik. Yəqulu da qaf hərfi qalın hərflər qrupuna aiddir. Lu incə samitlər qrupuna aiddir. Mətə, mətə, tə 2 səs qədər qaldırılır. Həzəl, həzəl və'du. Həzəl və'du. Burada həzəl və'du da hə 2 səs qədər qaldırılır. Hərfin məxrəci boğazın aşağı hissəsindədir. Zə pəltək deyilir. Zəl, həzəl və'du. Dəl hərfi incə oxunur. Ayn hərfi boğazın ortasından çıxarılır. Sonra in kuntumda burada nun hərfi kəfə yetişir. İxvay kubra olacaq. 3 saniyə müddətində nunu kəfin məxrəcində gizlədirik. İn kuntum. İn kuntum. Kuntumda nun hərfi təyə yetişir. İxva eləyirik. Tum dedikdə burada mim açıq oxuyuruq. Sadiqin. Sadiqin deyib vəqf edirik. Sonra axırıncı ayəni oxuyaq inşallah. Qul innəməl ilmu. Qul ləm hərfi incə. İnnəməl ilmu. Burada innəməl ləm hərfini saxlayırıq. İnnədə idğam mə'al-gunnə burunda sıxırıq. İlmu ləm hərfini saxlayırıq. İlmu indallah. İndallahi da burada demək nun dəl hərfinə yetişir. İndallah deyib dayanıb bir əlif miqdarında dayanıb sonra burada səktə var. Sonra növbəti ayəyə keçirik. İndallahi indallah və innəmə şəklində deyib oxuyacağıq. Və innəmə də məddin növün təyin edir. Mədd ənədən ayrıdır. İnnəmə ədatdır, ənə isə şəxs əvəzliyidir. Demək, mədd ənədən ayrı, demək, həmzədən ayrı işlədilib. Və innəmə ənə nəzirun mubin. Bir dənə də qayda var. Burada haşiyə çıxım ki, əgər ənədə biz vəqf etsək, ənə şəklində deyib dayana bilərik. Nəzirun mubin. Nəzirun mubin. Demək, nəzirunda nə incə samitə qrupuna aiddir. Zi 2 səs qədər uzanır. Rum mubin. Burada demək, tənvin zəmmədəki olan nun hərfi yetişir mimə. Nəzirun mubin. Mubin
şəklində deyib vəqf edirik. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.